Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Değerli iman ehli, əziz izləyicilər, hər birinizi ilahi xitablar verilişindən salamlayıram. Bugünkü verilişimizin mövzusu insani dəyər və Qur'an-ı Kərimdə insanın dəyəri və məqamı mövzusundadır. Söhbətimə belə bir sualla başlamaq istəyirəm. Ümumən, dəyər anlayışı nədir və insan nəyə dəyər verməlidir? Biz insanlar dünyaya göz açdıqdan, əqli düşüncəmiz inkişaf etdikdən sonra müəyyən məsələlərə qarşı bizdə dəyər formalaşır. Onları dəyərləndiririk. Özümüzü onların yanında aram hiss edirik. Ya bunlar insan ola bilər, ya hər hansı bir əşya ola bilər. Burada nəzərə alınması məsələ budur ki, biz bəzən dəyərsiz bir şeyi də dəyərləndirə bilərik. Yəni, insan zatən, həqiqətən heç bir dəyəri olmayan bir şeyi dəyər verə bilər. Nəzərə almalıdır ki, bu onun verdiyi dəyərdir. O şeyin bir dəyəri, bir qiyməti yoxdur. Bəs yaxşı, nə zaman insan doğru qiymətləndirməni bacara bilər? Təbii olaraq dəyərliyə dəyərli verdiyi zaman, insan ömrünü, səyini o zaman tam olaraq Allah yolunda keçirə bilər ki, dəyəri tapıb dəyərləndirə bilsin. Biz dəyər anlayışı barəsində Qur'an-ı Kərimi ayələrini soraqladıqda məlum olur ki, Qur'an-ı Kərimin anlayışında, Qur'an-ı Kərimin baxışında dəyər anlayışı, qiymət, üstünlük anlayışı olduqca ilkin yerdə qərar tutmuşdur. Bəşər tarixinə müraciət etdikdə görürük ki, hər bir bəşərin coğrafiyasından, irqindən, millətindən asılı olmayaraq özünə məxsus dəyərləri var. Tarixi, milli dəyərlər hər bir xalqlara özünə məxsusdur. Hər bir xalq bu dəyərlərlə, bu anlayışlarla, bu mədəniyyətlə iftixar edə bilər, onu sevə bilər. Amma sual budur ki, ümumi olaraq bütün bəşəriyyətin dəyərli bilib, dəyərləndirə biləcək bir anlayış varmı insanlar arasında? Yoxsa yox. Yoxsa hər bir millətin, hər bir irqin özünə məxsus bir dəyər anlayışı var. Yalnız onu dəyərli bilir. Biz bəşər tarixinə müraciət etdikdə görürük ki, xeyr, bütün insanların, bütün bəşəriyyətin dəyər verə biləcək müştərək cəhətlər var. O müştərək cəhətlərdən də biri heç şübhəsiz səmavi kitablardır. Səmavi kitablar bütün bəşəriyyətin, bütün insanların ortaq dəyər yeridir. Və bu kitablar öz zamanında insanlara, bəşəriyyətə dəyər vermək üçün, bəşəriyyətin dəyərli olduğunu xatırlatmaq üçün uca Rəbbimiz tərəfindən peyğəmbərlərə nazil olmuşdur. Heç şübhəsiz, Qur'an-ı Kərim də bu dəyərli səmavi kitablardan biridir. Baxmayaraq ki, Qur'an-ı Kərimin dili ərəb dilindədir, lakin Qur'an-ı Kərimin müxatəbi, Qur'an-ı Kərimin xitab etdiyi şəxslər yalnız və yalnız ərəblər deyil, ərəb dilini bilənlər deyil. Bəlkə bütün insanlardır, bütün bəşəriyyətdir, fitrət dilini, sevgi dilini, məhəbbət dilini, düşüncə dilini bilən insanlara Qur'an-ı Kərim xitab edir. Bəs yaxşı, Qur'an-ı Kərimdə dəyər anlayışı hansı formada bildirilmişdir? Hansı formada dəyər məsələsi Qur'an-ı Kərimdə aşılaşmışdır? Biz Qur'an-ı Kərimə baxdıqda görürük ki, dəyər anlayışı Kərim, Əkrəm sözləri olaraq bildirilmişdir. Yəni, Qur'an-ı Kərimdə Əkrəm, Kərim bu sözlər, bu ifadələr dəyər anlayışını bildirmək üçündür. İlk növbədə oxuyuruq ki, Qur'an-ı Kərimdə Allah özünü Əkrəm olaraq yad edir. Yəni, Kərim olaraq, dəyərli olaraq yad edir. Bismillahirrahmanirrahim. İqra və Rabbukəl Əkrəm. Oxu, Rəbbin ən böyük kərəm və dəyər sahibidir. Eyni zamanda Qur'an-ı Kərimin
özünü Kərim olaraq yad edir. İnnehu la Qur'anul Kərim. Həqiqətən də bu Qur'an Kərim kitabdır. Bura qədər Allah Taala özünü Əkrəm, yolladığı kitabı Kərim olaraq bildirir. Bəs yaxşı, bundan sonra yenə də Kərim olan, dəyərli olanlar varmı, yoxsa yox? Qur'an-ı Kərimin digər ayəsində oxuyuruq. İnnehu laqavlun rasulun Kərim. Bu həqiqətən də Kərim olan, dəyərli olan Peyğəmbərə nazil olanın sözüdür, gətirdiyi kitabdır. Bura qədər Allah Taala özünü Əkrəm, kitabını Kərim və öz Peyğəmbərini də Kərim olaraq yad edir, dəyərli olaraq yad edir. Bəs yaxşı, bu dəyər anlayışı bütün insanlara da, bütün insanlığa da şamildir, yoxsa yox? İsra surəsinin 70-ci ayəsində oxuyuruq. وَلَقَدْ كَرَّمْنَ بَنِي Adəm. Biz bütün bəşəriyyəti, Bəni Adəm övladlarını kərim, şərəfli, hörmətli elədik. Burada məlum olur ki, necə ki Allah Əkrəmdir, şərəflidir, dəyərlidir, onun kitabı da dəyərlidir. Bu kitab nazil olan Peyğəmbər də dəyərlidir və eyni zaman bu kitabın müxatəbi olan, bu kitabın dinləyiciləri olan hər bir şəxs də şərəflidir. Demək, əzizlər, söhbətimin əvvəlində dediyim kimi, insan o zaman ömründən faydalana bilər ki, dəyərli olanı tapıb ona dəyər versin. Qur'an-ı Kərim Allahı Kərim olaraq, şərəfli olaraq bildirir. Özünü dəyərli, şərəfli olaraq bildirir və öz rəsulunu da Kərim və şərif olaraq bildirir və eyni zamanda bütün bəşəriyyətə deyir ki, sən şərəfli, kərim varlıqsan. Məgər düşüncəli olan insan belə bir kitaba dəyər verməzmi? Belə bir kitabın sorağına getməzmi? Heç şübhəsiz bu kitab ki, Allahın, yaradıcının kərim olmağından başlayaraq ta bəşərə qədər dəyər anlayışını ifadə edir. Burada yer olan sözlər, burada yer alan göstəricilər heç şübhəsiz insanın kəramətinə tərəf, insanın şərəfinə tərəf yönələn sözlərdir. Bəs yaxşı, biz bu Quranın bu şərəf verən, kərimət bəxş edən göstəricilərini necə istifadə edə bilərik? Heç şübhəsiz bu Quranın dinləyicisi olmaqla, özümüzü bu Quranın müxatəbi olaraq görsək, Qur'an-ı Kərimdən özümüz üçün lazım olan məsələləri sorğulasaq, heç şübhəsiz Qur'an-ı Kərim bizi bu kərim yaşayışa, şərəfli yaşayışa dəvət edəcəkdir. İnşallah növbəti verilişlərdə bu barədə siz əzizlərlə nisbətən geniş formada müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh. Oh